İndi isə uşaqlar gəlin mövzumuzla bağlı bir neçə tapşırığı yerinə yetirək. Düzgün və yanlış ifadələri qeyd edək. İmmunitet orqanizmin xəstəliklərə qarşı müdafiə sistemidir. Doğrudur. İmmun sistemin əsas hüceyrələri eritrositlərdir. Yanlışdır. Öyrəndik ki, uşaqlar, immun sistemin əsas hüceyrələri leykositlərdir. Leykositlər patogenlərlə mübarizədə iştirak edən ağ qan hüceyrələridir. Bu fikrimiz doğrudur. Vaksinasiya immunitet yaratmaq üçün istifadə edilən üsuldur. Bu fikrimiz də doğrudur. İmmun sistemi zəifləyəndə patogenlər orqanizmə daha asan daxil olurlar. Bəli, bu fikrimiz də doğrudur. Bütün bakteriyalar xəstəlik törədən, yəni patogen mikroorqanizmlərdir. Əlbəttə ki, bu fikrimiz yanlışdır. Anticismlər patogenləri tanıyaraq onları zərərsizləşdirən zülallardır. Bu fikrimiz də doğrudur. Orqanizm eyni patogenlə təkrar qarşılaşdıqda immun cavab daha zəif olur. Bu fikrimiz isə yanlışdır. Uyğunluğu müəyyən edək. Uşaqlar, bilirik ki, dəri orqanizmi xarici təsirlərdən qoruyur. Leykositlər xəstəlik törədicilərini məhv edir. Anticismlər zərərli mikroorqanizmləri müəyyən edir. Peyvənd isə bədəndə qoruyucu anticismləri əmələ gətirir. Digər tapşırığımıza baxaq. Patogen bakteriyalarla birinci və ikinci yoluxmadan sonra insanın qanındakı anticism konsentrasiyasını təsvir edən qrafiki təhlil edək. Deməli, gördüyümüz kimi qrafikdə həm birinci, həm ikinci yoluxma verib, anticismlərin konsentrasiyası göstərilib və günlər verilib. Demək, uşaqlar, birinci yoluxmada anticismlərin yaranması qrafikdə də görürük ki, ləng və zəif gedir. Konsentrasiya yavaş-yavaş artır və müəyyən müddətdən sonra azalır. Bu, immun sistemin yad patogenlə ilk dəfə qarşılaşması ilə bağlıdır. İkinci dəfə yoluxma baş verəndə isə artıq konsentrasiya, daha doğrusu anticismlərin konsentrasiyası çox sürətlə və daha yüksək səviyyədə artır, sonra isə uzun müddət sabit qalır. Yəni, immun sistem artıq patogeni tanıyır və ona güclü cavab verir. İndi isə digər tapşırığımıza baxaq. Verilən anlayışlardan istifadə edərək sxemi tamamlayaq. Uşaqlar, öyrəndik ki, immunitet təbii və süni immunitet olmaqla iki yerə ayrılır. Təbii immunitet irsən nəslə ötürülür və keçirilmiş xəstəlikdən sonra yaranır. Süni immunitet isə peyvəndlərin təsiri ilə və zərdab vurulduqdan sonra yaranan immunitetdir. Uşaqlar, tapşırıqlarımız bu qədər. Sağ olun, gələn görüşlərədək.